Bilirsinizmi, eyni keyfiyyət və yüksək iş üçün qadınlar kişilərdən daha az maaş alırlar. Bu haqsızlıqdır. Kişilərə daha çox maaş verilməlidir, çünki kişilər əsas çörək pulu qazananlardır. Xeyr, doğru deyil. Bu gender stereotipdir. Əsl kişilərin ağlamadığı inancı kimi. Amma normal kişilər ağlamaz. Hər kəsin emosiyalarını ifadə etmə hüququ olmalıdır. Yox, kişilər qorumaq və müdafiə etmək üçün doğulublar. Göz yaşları zəifliyin nümayişidir. Mən belə düşünmürəm. Bu gender qərəzləri sağlamlıq və özünü realizə etmək üçün zərərlidir. İnanclarımız köhnəlib, atalarımız mağarada yaşayarkən fiziki güc həyata əhəmiyyət kəsb edirdi. İndi beyində super güc və danışıqlar aparmaq bacarığınız var. Sənə bir sözüm var, qardaş. Bu davranışımı daha müasir və əhatəli etmək üçün mənə çox köməkdir. Bu Nomoregreen Powerbank botudur. Onu aktivləşdirin və sizi və başqalarını məhdudlaşdıran inancları necə aradan qaldıracağınızı öyrənin. Biodakı linki yoxlayın.